yol almaq istəyirəm. Gedək baxaq görək bizim bugün şef aşpazımız salat demişdi hazırlayacağım. 2 növ salat hazırlayırdı. Baxaq görək salatlarımız artıq hazırdırmı və hansı şəkildə təqdim eləyəcək bizim izləyicilərimizə. Artıq hazırlayıb yekunlaşdırmısınız. Bəli, yekunlaşdırmışam. Bu şəkildə bəzədiniz. Çipsini bayaq da bildirdim. Sadəcə bəzək üçün istifadə eləmişsiniz. Çünki çipsi zərərli qidalar siyahısındadır. Nələrdən istifadə elədiniz? Zəhmət olmasa bir daha təkrarlayaq. Bəlkə bizə yeni qoşulan izləyicilərimiz var. Mikrofonu unutmuruq. Çipsi salatı üçün şeydən istifadə eləmişik. Qoz, sinə əti, filə əti və quru cavalı. Biber salatı üçün biberlər, biberlərdən istifadə eləmişik. Xiyardan, qarıqdalı və xiyar turşusundan istifadə eləmişik. Və mayonezdən istifadə elədik. Duz istəyirsə zövqə görə olur. Bəli. Təşəkkür edirik sizə. İnşallah növbəti verilişlərdə daha fərqli reseptlərlə görüşmək ümidi ilə. Mənə bura təqdim etdiyinizə görə çox sağ olun, minnətdaram sizə. Biz də sizə uğurlar arzu edirik və müəllimlərimizə təşəkkürümüzü bildiririk. Çox sağ olun, buradan sağ olun. Hər zaman bizim izləyicilərimizə, belə deyək də, müxtəlif aşpazları göndərirlər. Onlar da izləyicilərimiz üçün bir-birindən fərqli reseptlər hazırlayırlar. Demək istədiyim başqa bir sözün varmı? Xeyr, çox sağ olun. Siz sağ olun, təşəkkür edirik.